Yasamal rayonu Mayen yaşayış kompleksində təcili olaraq 3 otaqlı 143 kvadratlıq mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir, yerləşir Yasamal rayonunda. Moskva prospektində Meşə Parkına və Şamaxinka deyilən əraziyə yaxın Mayen yaşayış kompleksində 23 mərtəbəli binanın 20-ci mərtəbəsində ümumi sahəsi 143 kvadrat olan müqaviləsində 3 otaqlı kimi qeyd olunan, amma 3 otaqdan 2 otağa ideal düzəlmiş və ideal təmirli bir mənzil təcili olaraq satışa çıxarılıbdır. Binanın qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi Meşə Parkına, Şamaxinka deyilən əraziyə və bu ərazidən keçən bütün avtobus xətlərinin də dayanacağına çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Moskva prospektində Şamaxinka deyilən əraziyə yaxın Mayen yaşayış kompleksində 23 mərtəbəli binanın 20-ci mərtəbəsində ümumi sahəsi 143 kvadrat olan müqaviləsində 3 otaqlı kimi qeyd olunan, amma 3 otaqdan 2 otağa düzəlmə ideal təmirli bir mənzildir. Binanın əvvəldə də bildirdiyim kimi qazı, suyu, işığı daimidir, liftləri işlək vəziyyətdədir. Yerləşdiyi ərazi bir neçə yaşayış obyektinə yaxın olmaqla bərabər Şamaxinka deyilən ərazidə yerləşdiyi üçün bu ərazidə yerləşən bütün yaşayış obyektlərinə, Meşə Parkına və məktəbə, bağçaya da çox yaxın bir ərazidə yerləşir. Dəyərli izləyicilər, bu mənzilin qiyməti 200.000 manatdır. Sahibi bildirir ki, real alıcı olduğu təqdirdə endirim etmək də mümkündür. Mənzilin hal-hazırda sənədi müqavilədir. Çox yaxın vaxtlarda kupça verilməsi də gözlənir. Kupça verildiyi təqdirdə əlbəttə ki, bu qiymət olmayacaq. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.